İyi akşamlar sayın seyircilerimiz, TER TV'ni izleyenler. Seçim sohbet programıyla bugün yepyeni bir bölümle karşınızdayız. Bugün bizlerle bir değerli adayımız var. Birleşik Irak Türkmen Cephesi listesi 217 numaralının 9. sırasında Kerkük'ün tirinde olan Gürselen ablamız bizimledir bugün. Gelin bakalım seçim çalışmaları necə gedir. İyi akşamlar. İyi akşamlar efendim. Necəsiz? İyisiniz inşallah. Seçim çalışması necə gedir? Çox gözəl keçirir. Səbbətdən çıxaram yazı. İndiyə qədər mən donanan millətimi təkər-təkər evləri, qapıları, hepsini istədiyini alam. O zaman yetişdiyim zaman çalışım, yardım edim özlərinə. İnşallah. Gürselen hanım, sen cəddədəsən, milletin iç-içəsən. Millət 217 numaralı listemizə necə baxır, görüşü nədir? Əvvəl biraz zəhmətiydi. Bəs indi bu reklamlardan sonra çox gözəl görüşürlər bizimlə. Hepsi bizimlə yardımçıdır. Hepsi bizi çox gözəl bir üzə qanşarları. İnşallah biraz ruh oldu özlərində. Biraz diskindilər sənsələmə. 2004'te çox quvvatlıdır ruh millətə. Biraz əlmiş idi. Yavaş-yavaş yəni. Bəs indi bir də maşallah özlərinə hepsi durub bizimlə. Hepsi gözəl bizi qanşarırlar. Yani qazı o ruh dönüm millətimizə bu seçimdə? Çox döndü. Çox döndü. Çox iyi olublar. Hepsi bilirlər Masirlərin, hepsi bilirlər bura sıyri bir iş özləri üçün bu seçim. Bu seçim ayrı seçim təqidi. Bu seçim bizim sayımız bilməkdir. Bu seçim bizim Türkmanda tariximiz etməkdir. Biz parlamentdə səsimiz yetirməkdir. Bilsinlər Kerkükdə Türkmen var, bilsinlər Irak'da Türkmen var, bilsinlər haqqımız istəyəndə biz hə Türkmenıq, hə istərik bizdə haqqımız ayrılar təki. Vazgeçmərik deyiz o zaman. Evet, vazgeçmərik. Hiç vazgeçmərik haqqımızdan. Bitə o gənclərimiz emin olsun. Qadınlarımız, gənc qızlarımız haqqımız hardaysa gətiririk siz üçün. Hiç qorxmayasınız. Biz durmuşuq sizdən. Utsaq utsmasaq qallıq davamıza. Biz girmişik. Yen öllük, yen qallıq, yen haqqımız gətiririk. Bu seçimlərdə düşüncəniz nədir? Və nə projesi hazırlayıbsınız gənclərimiz ya da millətimizdir? Çox güzel sorudur. Çox önemli sorudur. Mən zaten seçim programında yer verdiklerim. Birinci, %32 kararının atamalarda uygun olması. İkinci kadınlara destek olmaq ve onları bir iyi soruya gelməyi. Üçüncü, gençlere Kerkük'te iş fırsatları sormaq ve işsize karşı yatırmaların açılması. Umarım milletimden, hepsinden emin olsunlar. Bu həkətlərim hepsi doğru, hepsine yardımcı olacağım. Əgər küçağız, indi kimi sizi səhədə görürük meydanda? Söz verirəm sizə, millətimə hepsine söz verirəm. 24 saat telefonum açıqdır, evim açıqdır, Kerkük'də də otururam, ma'ruf bir ailənin kızıyam. Söz verirəm, hapuz görebilirsiniz məni. Hapuzun da işini yaparım. Öz sektörüdə, işlədiğin sektördə nə düşünürsən o qatta aç yapasan? Qıtta nafti. Qıtta nafti də 80'lerde, 90'larda çox idi. Biraz bu fətirdə çox az oldu təyin naftta bizim millətimizcə. Təmənni edirəm daha fazla təyin olsun nafta bizim millətimizcə. Daha iyi mənasib alsınlar naft məcalində. İnşallah bunlara çalışarım bunlar üstə. İnşallah. 2006-2007 gənclərimiz hamdolsun iyi bir şekilde alırlar da onlara nə demək var seçmen kartından tərəfə? Hepsinin rəqamını almışam aslan. Gedirəm ora baxıram. Baxıram kim yoxdur. Hepsinin rəqamını alam. Oğlan xas gedir mənim gətirin axsa evdən gəlməyib. Bunlara təkər-təkər telefon edirəm. Maşallah, elhamdülillah 85 kart təvzi etdik. Almayanlara nə desən? Almayanlara rica edərəm sizdən. Millətimiz xətiri üçün, cəbhəmiz xətiri üçün, aləmimiz xətiri üçün, gələcəyimiz xətiri üçün, uşaqlarımız xətiri üçün. Hepiniz gedin kartlarınızı gətirin. Bizim əməlimiz gənclərimizdəndir. Biz bitdi ömrümüz. Qalı siz bizi başarasınız. Siz qalasınız millete yardımcı olasınız. Rica ederim gençlerden kartlarını getirsinler, seçime geçsinler. Milletimizde küskün demeyəndə darın var. O darılanlara ne demek var? Tamam, var idi biraz. Bəs məncə özüm məth etməyim. Məni görəndən sonra çoxlar iyi oldu. Çoxlar bizə iyi qanşarladı. Çoxlar qalxdı əvvəlki ruhumuza döndü. 2004 ruhuna döndülər. İnşallah 11-11'də hepsini də orada görəcəyim. Yani inşallah zafer bizimdir. Zafer bizimdir. İnşallah zafer bizimdir. Əvvəl Allah. Burada millətimizə nə demək istəyirsən? Hapuz etmə xatırın, hapuz 11-11'də seçim görümsüz sandıq başında, qoymamın bizi yalğız, qoymamın cəbhəmizi yetim, bizə umudumuz sizədir. Siz bizə yetirəsiz, biz də siz üçün çalışarıq. Azatan biz siz üçün gedirik. Yəni tək hədəfiniz millətə xidmət? Tək hədəfim millətə xidmət. Bundan ayrı bir şey istəmirəm. O hani çıxdı 10-cu ayın 11'ində, çıxdı istəyəcək orada dedi uyandırıram. Tamam. O afavi bir şekilde yoxsa ona hazırlamışdı? Həyacandan, heç hazırlamamışdım həyacandan. Bu ələmləri görəndən, bu milləti görəndən, bu ruhu görəndən özlərindən, bu təcciyi görəndən mənimçə yandırıram dedim. Yandırmaq yox, şıqata vurmaqdır, yandırıram. Yəni haqqımızı alam. Yəni millətin haqqını gətiririm. Yəni milləti ögə ataram. Yəni millət istədiyini yaparam. Hələ o fikirdəsən, pələmənə geçə uyandırasan oran millətin haqqını almaqda?
Kərkükdə yandırıram millət haqq verməsə. Bu təyinətdə Kərkükdə az olsa təyinləri buranda yandırıram. Və daha nədən mən millətçi durmuşam? Və daha nədən mən gərək mənim millətim həbbi şeydə ayrısı tək olsun. Ayrı millətlər təki. Həbsi haqq hüququ kamil alınsın. Kərkük millətinə ən son cümlə o nədir? Millətim, ay əziz, qəhrəman, ruhli, güzel, şirin millətim, mağdur millətim, təhmiş olmuş millətim. Mən sənə söz verirəm, bundan belə təhmiş yox, bundan belə təyin var, bundan belə xizmət var, bundan belə haqqı gətiririk sizi uç yoluna, bundan belə kimsədən qorxmavun, cəbhəmiz bizim mümasil vahdimizdir, durmuşuq həppimiz ayaqda sizi uçu, sizə yardım etməkçi, sizi haqqınız almaqçı, sizi istədiyiniz yapmaqçı, hiç qorxmavun, əmin olun, əmin olun, əmin olun. Emin olun biz sizi için ne isteseniz onu ederiz. Yetiştiğimiz zaman hiç hakkımız yanmaz. İnşallah Allah'ın dediği olsa, Allah'ın izniyle hepsi şeylerimize yetişəsiniz. Gençlerimiz, kız gençler, oğlan gençler çok şeyler düşünmüşük sizi için. Çok şeyler fikrimize koymuşsunuz. İnşallah hepsini tatbik ederiz. Türkmansız, Kərkük olmaz Türkmansız. Əlivi bozkurt elə koy bilsinler Türkmansız. Ağzı ürəyi sağlıq. Sağ olasınız, var olasınız. Çox məmnunam sizdən fürsatı verdiniz mənə. Allah sizi tək gənclərin ömrünü uzun etsin ya Rabbi. Kərkük özlük olmasın sizi də tək gənclərdən. İnşallah muvaffaqsınız. Sayın seyircilərimiz, bura qədər sizlərlə proqramımızın sonuna gəldik. Gələcək bölümdə bir dəyərli adayımız aynən bizlərlə olacaq. 217 numaralı 9-cu sırası Sayın Gülsən xanım bizlərlə idi. İnşallah gələcək bölümdə görüşmək üzrəyik. Allah'a emanet qalasınız.